Özünü antiterror əməliyyatında şəhid olan hərbçinin xanımı kimi təqdim edən Mingəçevir sakini Rəsmiyə Kazımova həmcinsinə qarşı 22.500 manatlıq dələduzluq edib. Globalinfo.az teleqrafa istinadən məlumat verir ki, o Bərdədən olan, adını qeyd etmək istəmədiyimiz şəhidin Mingəçevirdə çox adam tərəfindən tanınmayacağını düşünərək bu şəhərdə yaşayan Afət Nəsibovanı aldadıb. Həmin qadının etibarından sui-istifadə edən 1987-ci il təvəllüdlü Rəsmiyə Afətə şəhid xanımı olduğu üçün ona Mingəçevir şəhəri Qələbə dairəsi yaxınlığında 80.000 manat dəyərində mənzil veriləcəyini və Afətə istəsə təxminən 20.000 manat ödəniş etməklə həmin mənzili onun qızına sata biləcəyini və ondan alacağı məbləği sənədləşmə üçün xərcləyəcəyini bildirib. Afət onun dedikləri ilə razılaşıb və istədiyi məbləği ödəyib. Rəsmiyə Afətlə qızına bu haqda heç kimin yanında bir kəlmə də danışmamağı tapşırıb. Həmin ərəfələrdə Afət Nəsibova ona zəng vuraraq mütəmadi olaraq evin verilməsi ilə bağlı maraqlanıb. Rəsmiyə isə Afətin aldadılmasını başa düşəcəyini düşünüb, onu inandırmaq məqsədi ilə yalandan bazardan kilid açarı alıb. O açarı Afətə təqdim edərək tezliklə köçəcəyi evin açarları olduğunu bildirib. Rəsmiyə Afətə açılış olmamış evə köçməyin qadağan olduğunu bildirib. Rəsmiyə inamı itirməmək üçün tez-tez WhatsApp-da şəhid arvadı olmağı ilə bağlı paylaşımlar edib, şəhidin şəkillərini status bölməsində yayımlayıb. Maraqlıdır ki, həmin statuslar yalnız Afət Nəsibova üçün açıq olub. Rəsmiyə Kazımova məhkəmədə əməlindən peşman olduğunu, Afət Nəsibovaya dəymiş ziyanın ödənilməsi ilə bağlı aralarında razılığa gələrək barışıq sazişi imzaladığını bildirib. Məhkəmə bu əməlinə görə Rəsmiyə Kazımovanın azadlığını 5 ay 18 gün müddətinə məhdudlaşdırıb.